Hər kəsə salam, hər vaxtınız xeyir olsun. Mən Coğrafiya müəlliməsi Nurayn Namazova. Bu gün də sizlərlə test izahlarının qarşınızda olacağam. Bilirsiniz ki, qəbul imtahanında Azərbaycanla bağlı 10-14 arası sual olur. Bunlar Azərbaycanın relyefi, geoloji quruluşu, faydalı qazıntıları, daxili suları, iqlimi, çay, göl, torpağı, landşaftı və sair mövzular əhatə edir və bu mövzuların hamısının birlikdə olduğu test tapşırıqları Azərbaycan Respublikasının fiziki coğrafi rayonlaşdırmasıdır. Yəqin ki, hər biriniz ayrı-ayrı o mövzuları işləmisiniz və imtahana az qaldığı bir müddətdə sizə tövsiyəm budur ki, bu mövzu Azərbaycan Respublikasının fiziki coğrafi rayonlaşdırması testlərini işləyəsiniz ki, imtahanda yaxşı nəticə alasınız. Birinci sual izahından başlayırıq. Demək deyir ki, Böyük Qafqaz təbii vilayətində olan su anbarları Ada Xanbulan var. Xanbulan Lənkərandadır. Lənkəran olan tələbələr təbii ki, bunu tez götürə bilər. Xanbulanları çıxacağım variantlardan. Sonra yadda saxlayın. Tərtər çayı üzərində Sərsəng və su qovşan su anbarları var. Qəbulda qarşıda çıxa bilər. C variantı da gedir. E variantında Varvara Kür çayı üzərindədir. Kür çayı da Kür çökməsi vilayətinə aiddir. Böyük Qafqaz aiddir. Bu da çıxır. Cavab qalır nə? D variantı. Ceyranbatan, Aşıq Bayramlı və Nohur Qışlaq. İkinci sualdan davam edir ki, Azərbaycan Respublikasının fiziki coğrafi vilayətləri biz bilirik ki, ölkəmiz 5 fiziki coğrafi vilayətə bölünür. Böyük Qafqaz, Kiçik Qafqaz, Orta Araz, Kürd Arazçıqəli və Lənkəran. A-da baxıram Quba Xaçmaz var, səhvdir. B-də baxıram ki, Qobustan var, səhvdir. C-də baxıram ki, Gəncə, Qazax artıq o vilayətin içərisində olan belə deyim, yarım vilayətdə olmaz. D-də də görürəm ki, demək Şəki-Zaqatala var, bu artıq yarım vilayətdə olmaz. Baxıram ki, doğru cavab qalır nə? E variantı. Böyük Qafqaz, Kiçik Qafqaz, Orta Araz, Kürd Arazçıqəli və Lənkəran. İkinci sualın doğru cavabı oldu. E. Keçirik üçüncü sualın izahından davam eləməyə. Deyir, Böyük Qafqaz təbii vilayətində yerləşən göllər qrupu, Böyük Qafqaz deyəndə bilirsiniz ki, Qobustan da buraya daxildir. Elə A variantı doğru cavabdır. Binəqədidir, Böyük Şordur, Masazlı, Tufan göl. Doğru cavab A-dır. Baxaq görək digər variant nə səhvdir. Sarısu Kürdə deyə çıxır. B-də Sarısu getdi. Batabat Naxçıvanda deyə səhv olur. Göygöl isə bilirsiniz, Göygöl həm Göygöl rayonunda var, həm də demək Naxçıvanda var. Yadda saxlayın. Naxçıvanda olan Göygöl çəmən landşaftındadır. Landşaftla fərqləndirə bilərsiniz, əgər imtahanda qarşınıza çıxarsa. Göygöl olan isə meşə landşaftından fərqlənir. Üçüncü sual oldu. Doğru cavab nə? A variantı. Bu sualı təhlilədiyimizə görə keçirik dördüncü sualın izahından davam edirik. Rusiya Federasiyası ilə həmsərhəd olan fiziki coğrafi rayonlar. Bunlar yadda saxlayın ki, Samur Dəvəçidir, Zaqatalaçı, Qonaqkənddir. B-də məsələn Şamaxı, Dağlı Şirvan Rusiyanın sərhəd deyil. Ümumiyyətlə heç bir xarici ölkənin sərhəd deyil. Şamaxılara çıxıram, Şamaxılara çıxıram, Şamaxılara çıxıram. Doğru cavab qalır nə? A. Samur Dəvəçi, Qonaqkənd, Zaqatalaçı. Bu sualı həll etdiyimizə görə keçirik 5-ci sualın izahından davam edir. Deyir ki, Qobustan Abşeron fiziki coğrafi rayon üçün səciyyəvi deyil. Bilirik ki, ərazi quraq ərazidir. Yağıntıların miqdarı 4 mm qədər olması, kanalizasiya yaşılması bu aiddir. Aid denodasiya dedik, Qobustan Abşeronda var aiddir. Həmçinin aid denodasiya Acnohor, Ceyrançöl və Naxçıvana aiddir. Yadda saxlayın. Sonra yarımsəhra və quru çöl iqlimi aiddir. Palçıq vulkanları Qobustan Abşeronda bu da aiddir. Rütubətlərin hamısına vahidə yaxın olması və dəmiyə əkinçinin inkişaf etməsi. Əgər ərazi quraqsa necə orada dəmiyə olsun? Dəmiyə yadınızda saxlayın. Rütubətli ərazilərdə olur, yəni suvarmaya ehtiyac olmur rütubət çox olduğu üçün. Suvarma isə quraq ərazi olur. Cavab olur nə? D variantı. Edə deyir ki, rütubətli əmsalının vahiddən kiçik olması, neft qazı zəng olması. Bu da doğru cavabdır. Cavab olur nə? D variantı. Bu sualı həll etdiyimizə görə keçirik 6-cı sualdan davam edir. Xaltan Qubadadır, İlus isə Qaxdadır. Quba yadda saxlayın. Düşür, demək Qonaqkənd, İlus Qaxdı, düşür Şəki Zaqatala. Ada Acnohor, Ceyrançöl, Samur Dəvəçi bunların heç biri deyil. Sonra C-də Şamaxı verilib. Xeyr. D-də Qonaqkənd və Zaqatala. Demək doğru cavab olur nə? D variantı. E-də Dalşıran, bu da aid deyil. Keçdik 7-ci sualın izahından davam eləməyə. Ərazinin fiziki coğrafi reallaşdırılması üçün istifadə olunan başlıca əlamətlər yadda saxlayın. Landşaft və relyef xüsusiyyətləridir və ərazidə olan belə deyək, ərazinin geomorfoloji quruluşudur, yəni relyefi belə deyək. A-da atmosfer yanğısı səhvdir, B-də daxili su səhvdir, D-də temperatur səhvdir, D-də sular səhvdir. Cavab olur nə? C variantı, yəni landşaft və relyef. 7-ci sualda həll etdiyimizə görə keçirik 8-ci sualın izahından davam edir. Deyir ki, Böyük Qafqazda 500-600 mm yüksəklikdə 1800-2200 metrə qədər yüksəklikdə yayılan landşaftlar. Burada yadda saxlayın. 500-600-dən başlamış 1800-2200 metr yüksəklikdə olan landşaftlar dağ meşə landşaftıdır. Doğru cavab C variantıdır. Dağ çəmən olsaydı, bu 2800-2200-dən 2600-2700-ə qədər əhatə edərdi.
Nival da bilirsiniz ki 2700-dən sonra başlayır. Yarım sərhəd deyil, Nival deyil, çəmən deyil, dağ çəmən deyil. Doğru cavab 8 oldu. Nə C variantı? Dağ, meşə. Keçdik 9-cu suala. Deyir ki, Böyük Qafqaz təbii vilayətinin Rusiya ilə həmsərhəd olmayan fiziki rayonları. Bayaq dedik ki, hansıları? Samur Dəvəçi idi. Demək, sonra dedik ki, Zaqatala Lahıcıdır və Qonaq kəndi. Bunlar sərhədidir. Onda A-da Zaqatala Lahıcı səhvdir, B-də Samur Dəvəçi səhvdir. Bizə aid olmayan istəyir. Sonra D-də Samur Dəvəçi səhvdir, E-də Zaqatala səhvdir. Doğru cavab qalanı C variantı. Şamaxı, Dağlı Şirvan və Qobustan, Abşeron. Bu sualı təhlilimizi keçir 10-cu sualımızdan davam edir. Azərbaycanda yağıntıları bərabər paylanan mülayim istiqlimin yayıldığı ərazi. Mülayim istiqlim görəndə Naxçıvan, Çıxıncünüz, Qapıcıq getdi. Aznohi Cəbrəncə yarım sərhəd getdi. Samur Dəvəçi yarım sərhəd Qurçöl getdi. Yadda nəyə saxlayarsınız? Yağıntıları bərabər paylanan mülayim istiqlim. Bir də ki, bərabər rütubətli soyuq iqlim Kiçik Qafqazda yoxdur. Ancaq Böyük Qafqazda. Ona görə A variantında da Qazax Qarabağ səhvdir. Doğru cavab qalır nə? D variantı. Yəni Zaqatala Lahıc doğru cavabdır burada. 11. Böyük Qafqaz təbii vilayətinə aid olan çaylar qrupu. Burada yadda saxlayırıq nəyi? Balakən çay aid 4. Məsələn, Zəyəm Kiçik Qafqazda 5 səhvdir. 5-ləri çıxsam bildiklərimizdən çıxaq. Bolqar çayı İranla sərhədi cənubdadır. Bu da səhvdir. 3-də çıxsam doğru cavab qaldı. Gilgit çayıdır, Balakən çayıdır və Kiş çayıdır. Xaçın çayı da Kiçik Qafqazda da getdi. Doğru cavab 11-ci sualda oldu. Nə? E variantı. 12. Böyük Qafqaz təbii vilayətində yarımsəhra landşaftının geniş yayıldığı fiziki coğrafi rayonlar. Yarımsəhra landşaftı yadda nəyə saxlayırsınız? Dağlıq hissələrdə olmaz. Yəni Zaqatala Lahıcdan Qonaq kənd, həmçinin Dağlıq Şirvanlara çıxsam, Zaqatala Lahıcı çıxsam, A səhvdir, getdi. B-də Zaqatala Lahıcı var, səhvdir. C-də Qonaq kənd var, səhvdir. D-də Dağlıq Şirvan var, səhvdir. Cavab qarnı D variantı. Abşeron, Qobustan, Samur, Dəvəçi. Bu sualda həllədiyimizə görə keçirik 13-cü sualımıza davam etmə. Böyük Qafqaz təbii vilayətinin şimal-şərq yamacı Sərcəvan əlamətləri. Şimal-şərq yamacı Quba Qusar tərəfli yazıda saxlayın. Buranın xüsusiyyəti odur ki, burada demək çaylar birbaşa Xəzər dənizinə tökülür, yadda saxlayın. Daha sonra rekreasiya ehtiyatları burada çoxdur, turizm cəhətdən əlverişlidir və yadda saxlayırsınız nəyi? Ümumiyyətlə qonur torpaqların yayılması. Baxın, vulkanik relyef bizdə vulkanik suxurlar Talış dağlarındadır, Naxçıvandadır, bir də ki, Kiçik Qafqaz. Həm vulkan var, həm də vulkanik suxur. Yəni 2 səhvdir. İkiləri atanda B, C səhv olur. Sonra filiz, zəngin filiz. Yadda saxlayın. Filizlər bizdə Kiçik Qafqaz ərazisindədir. Naxçıvanda var. Bir də Böyük Qafqazın cənub yamacı, yəni Balakən, Zaqatala zonasında polimetal filizlər var. Mazum çay, Katex çay bunlar. Yəni filiz yoxdur. 4 də atanda daha sonra yadda nəyə saxlayırsınız? Aid denosiya reformaların geniş yayılması. Şimal-şərq yamacı aid denosiya deyil. Cənub-şərq yamacı, yəni Qobustan, Abşeron tərəf aid denosiya. Altına çıxanda doğru cavab qalır nə? 1. Çayların birbaşa Xəzərə tökülməsi. 3. Qonur torpaqların yayılması. Bir də 5. Rekreasiya ehtiyatlarının nə olması? Çox olması. Bu sualda həllədiyimizə görə burada cavabın A variantı. Keçə bilərik növbəti sualın izahı davam etməyə. Demək, keçdi 14. Deyir, Qobustan Abşeron fiziki coğrafiyasında səciyyəvi olan əlamətlər. Burada şirinsu göllər görürəm. Şirinsu göl yoxdur, quraq ərazi. Demək, 3-lər səhvdir, 3-lər çıxacam. Sonra buxarlanmanın çoxalması. Bax, qarışdırmayın gənclər. Buxarlanma var, buxarlanma qabiliyyəti var. Buxarlanma rütubətli ərazilədir. Yağıntı da var, temperatur. Olur nə? Su buxarlanır, gedir. Buxarlanma qabiliyyəti və yaxud mümkün buxarlanma isə temperatur var, su yoxdur, yəni rütubət yoxdur. Ona görə dedik qabiliyyət var, amma iş görülə bilmir. Buxarlanma qabiliyyətindən buxarlanma arasında fərq çoxdur deyirsə, ərazi quraq ərazidir. Fərq az deyirsə, ərazi rütubətli ərazidir. Demək, onda buxarlanmanın çoxalması səhvdir. Bir də səhvdirsə, birləri də çıxıram. Çaylar yayda qurur. Bilirsiniz ki, Qobustan Abşeron çayları sırf yağış sularına qidalandığı üçün bunlar hansı çaylardır? Deyir, Pirsaatdır, Sumqayıtdır, Ceyran keçməz. Yəni yayda qurur 2. Sonra aid denosiya reformalar geniş yayıb 4. Bir də palçı vulkan olması. Burada palçı vulkanlar var. Arasında ən böyüyü Torağaydı. Demək 2, 4, 5 doğru cavabdır. Yəni doğru cavabı B variantı. 6 nəsədir vulkanik suxurların olması. Bayaq dedim, vulkanik suxur Talış dağlarındadır, Naxçıvandadır. Bir də Kiçik Qafqazda vulkanik yayladadыр. Doğru cavab burada oldu nə? B variantı. Bu sualın da təhlilini verdiyimizə görə keçə bilərik 15-ci sualın izahından davam etməyə.
Demək belə 15-də deyir ki, Mezozoy ərazisinə aid sıxılan üçün təşkil ərazi. Baxın, Mezozoyun 3-dən 4 Tiryas, Şürət, Tabaşı. Tiryas ancaq Naxçıvandadır. Yura Böyük və Kiçik Qafqazın yüksək dalıdır. Tabaşı isə Böyük və Kiçik Qafqazın orta dalıdır. Demək onda mən Qanıq Ərçay dördüncü çökmə də olmaz. Qobustan şeyin neogen də var orada, qismən paleogen də var, olmaz. Samur dəvəçisi dördüncü çökmə də olmaz. Deyirəm ki, Azohu neogen, yəni bunlar hamısı Kanizoya aiddir. Doğru cavab Qarnə Zaqatala Lahıç. Yəni Böyük Qafqaz ərazisi. Sonra keçdi 16 deyir ki, Vəlvələçay Azərbaycanın hansı fiziki coğrafi rayonlarının ərazisindən axır? Vəlvələçay Böyük Qafqazın şimal-şərq yamacıdır. Şimal-şərq yamacı isə Zaqatalalar avtomatik silməliyik. Daha sonra belə deyək, Abşeron Qobustanını da silməliyik, çünki Abşeron Qobustana aid deyil. Demək, daha sonra Şamaxı Dağlı Şirvan bu da aid deyil bizdə. Bunları da silsək, Dağlı Şirvanı cavab Qarnə A. Qonaqkənd Qubaqusar tərəfdən Samur Dəvəçi. Vəlvələ çayının axdığı ərazi. 17-ci sualımızdan davam edirik. Deyir ki, aşağıdakı xüsusiyyətlər hansı fiziki coğrafi rayona aiddir? Böyük Qafqazın cənub yamacı deyəndə ağlınıza gəlsin Şəki Zaqatala və yaxud da Qanıq Ərçay ərazi. Baxaq, şimaldan başlayır silsilə sərhəddir. Filizçay polimetal yatağı yerləşmişdir. Belə deyəndə bilirik ki, biz fiziki coğrafi rayon alt dediyinə görə Qanıq Ərçay deməyəcəyik. Ona görə cavab Zaqatala Laç. Filizçayda hansıdır? Zaqatalada Mazımçay, Katexçay, Balarkənan Zaqatala ərazisidir. Doğru cavab olduğuna A variantı. Sonra gəldi 18-ə. Bir verilmiş landşaft tiplərinin sxemdəki hündürlük qurşaqlığı Azərbaycan hansı ərazi üçün xarakterlidir? Dağ meşə, subah və ab çəməni, yarımsərhəd, dağ çöl, sümük və nival. Baxıram ki, 2-dən başlayır, yəni yarım səhra, sonra gəlir 4 dağ çölü, sonra gəlir 1 dağ meşə, sonra gəlir subak alp, sonra gəlir sümük nival. Yadda nəyə saxlayın? Əgər bütün landşaftlar ardıcıl şəkildə varsa, bu Böyük Qafqaz üçün keçərli. Doğru cavab olaraq B variantı. Əgər sizdə yarım səhra və yaxud da quru çöl landşaftı olmasa, bilin ki, bu aiddir Kiçik Qafqaza. Əgər meşə landşaftı olmasa, bilin ki, bu aiddir demək Naxçıvan ərazisinə. Əgər iki landşaft görsəz, yəni hansı ki biri demək meşə bir çöl, bu olacaq nə? Bizdə demək Talış dağları ərazisi olacaq. Doğru cavab olduğuna B variantı. Keçdik 19-cu sualımızdan davam etməyə. Deyir ki, Böyük Qafqaz təbii vilayətində yerləşən şoruslu göllər. Şoruslu göllər dediyinə görə sarı su bayaq dedik, təhlildə vardı yuxarıdakı sualda yəqin diqqət eləmisiniz. Sarı su Kürç qəndinə aid deyil. Sarı sular çıxdı. Daha sonra məndən nə istəyirdi? Dedi ki, şoruslu olsun, diqqət edək. Tufan göl şirin su deyə bu da getdi. Daha sonra Acnohur bizdə aiddir Kürd cəmiyyətinə. Bu da səhvdir. Cavab Qarnət Cəvəndi, Binəqədi, Böyükşür, Masazır və Ağzı Birçala gölləri. Bu sualda həll etdiyimizə görə keçdik 20-ci sualın izahından davam etməyə. Azərbaycanda intrazonal və texnogen landşaftların geniş yayıldığı müvafiq fiziki coğrafi rayonlar. Demək, intrazonal landşaft yadda saxlayın, nə deməkdir? Düzən ərazilərdə deyirik ki, deməli, şirin yeraltı sular səthə çıxır və düzən ərazidə, əslində yarımsərhəd landşaftda orada nə yaranır? Çəmən meşə, yəni çəmən meşə, alluvial çəmən yaranır. Bunun da səbəbi nədir? Şirin yeraltı suların səthə çıxması. Bu da ölkədə hansı ərazilərdə var? Deyirəm, yadda saxlayın. Samur Dəvəçi ərazisi, sonra deyirik Qanıq Ərçay ərazisində var. Bir də deyirik ki, demək Kür boyu, yəni Tuqay meşələri, yəni Kür sahil ərazisində var ki, bu da şirin yeraltı sular səthə çıxır. İntrazonal dediksə dedik nə ola bilər? Qanıq Ərçay və Samur Dəvəçi, Lənkəran da çıxır, Qarabağ da çıxır. Texnogen isə Qobustan Abşeron, yəni dəyişən landşaft Qobustan Abşeron olduğuna görə bu da Qarabağ vulkanik ərazilərdə çıxır. Zaqatala buna görə çıxır. Cavab Qarnə B variantı. Yəni Samur Dəvəçi, Qobustan Abşeron. Bizdə nə olur? Samur Dəvəçi intrazonal landşaftdır. Demək, Qobustan Abşeron isə texnogen landşafta aiddir. Demək, 20-ci sualımızdan davam edir. Respublikamızda soyuq iqlim tipinin yayıldığı fiziki coğrafi rayon və burada inkişaf edən kənd təsərrüfatı sahəsi. Yadda salın, soyuq iqlim bizdə subak çəməninə uyğun gəlir. Burada əgər soyuq iqlim deyirsə, yay otlaqları olacaq və biçənəklər olur subak çəmənliyində. Əgər sizdə yay otlağı deyirsə, demək dağlıq ərazidir. Yay otlağı bərabər dəmiyə kimi yadda saxlayın. Əgər ərazi düzənlidirsə, burada qış otlağı olur və deyirik ki, ərazidə demək suvarma tətbiq edir. Bizdə cavab baxın, qış otlağı dəmiyə olmaz, tərəvəzi qış otlağı deyil, qonaqçın düzü dağlıq yerdə olmaz. Çəyirdəkli meyvəçilik yadda saxlayın, Zaqatala Laşda deyil, məsələn Naxçıvandadır.
Bu da səhvdir. Sonra Qarabağ taxılçılıq və tərəvəzçilik olmaz soyuq iqlimdə. Doğru cavab qalan B variantı. Qarabağ vulkanik yaylası, yay otlaqları və biçənəklər. 21-ci sualda həll edilmiş və keçir 22-ci sual izahını davam edir. Deyir, Böyük Qafqaz təbii vilayətinin digər bütün fiziki coğrafi rayon ilə həmsərhəd olan fiziki coğrafi rayonu yadda saxlayın. Qonaqkənd fiziki coğrafi rayonu digər bütün rayonlarla həmsərhədi təşkil edir. Ona görə doğru cavab olacaq nə? Demək, E variantı. Bu sualda bildiyimizə görə keçirik 23-cü sualın izahından davam etməyə. Şamaxı Dağlıq Şirvan fiziki coğrafi rayonuna aid olan xüsusiyyətlər. Fəal seysmiklik, bax yadda saxlayın, fəal seysmiklik Şamaxıdır. 3 dənə ərazi var ki, ölkəmizdə ən fəaldır. Şamaxıdır, Gəncədir, Naxçıvan. Demək, 3-ü götürəcəm. Filiz faydalı qazıntı yadda saxlayın. Kiçik Qafqazdadır, Naxçıvandadır. Böyük Qafqazda Zaqatala, Balakəndə da polmetal filizlər var. Talışda olan nə filiz var, nə də qeyri-filiz var. Demək, birlər səhvdir. Birlərə atdım, getdi. Sonra qışı soyuq keçən yarımsəhər görürəm. Yarımsəhərin iki tipi var. Bir qışı soyuq keçən var, bir də qışı mülayim. Qışı soyuq keçən ancaq Naxçıvan düzənliklərinə aiddir. Yadda saxlayın. Qışı mülayim keçəndə bizim ölkədə düzənlik, yəni Köraz, Mirmuğan düzü, Samur Dəvəki, Qanıq, Əyirçay və s. düzən ərazilərimizdədir. Yəni Acınho, Ceyrançay və s. Demək, onda 5 də səhvdir, çünki Naxçıvan deyil. Dağışıran Böyük Qafqaza aid. Ona görə 5-də cavab qalır nə? E variantı. Şabaldı, qara və dağ meşə torpaqları geniş yayılıb. 3, 4. Xarici ölkə isə həmsərhəd deyil. Bayaqki suallarda həll eləmişdik, yəqin ki, diqqətli olmusunuz. 23-cü sualda həll edilmişə görə keçir 24-cü izahının davam edir. Deyir ki, fiziki coğrafi rayonlaşmanın aparılmasında nəzərə alınan əsas amillər. Fiziki coğrafi rayonlaşdırma aparılarkən landşaft kompleksləri nəzərə alınır. Bir də ki, ərazinin geomorfoloji strukturu, yəni relyef vahidləri. 2, 3 də bizdə harda var? B variantı. 24-cü sualın doğru cavabı nə? B variantı. Keçdik 25-ə. Deyir, xəritə sıxımında verilən çaylara aid olmayan əlaməti seçin. Bura Böyük Qafqazın şimal-şərq yamacının çaylarıdır. Bunların qidalanmasına əsasən qara buzlaq ərinti suları təşkil edir. Bu düzdür. Mənsəbi okean səviyyəsindən aşağı, çünki birbaşa Xəzərə tökülürlər. Bu da düzdür. Böyük Qafqazın şimal-şərq regionunun çayına aiddir. Bu da düzdür. Birbaşa Xəzər tökülür. Bu da doğrudur. Səhv cavab olur nə? Çünki aid olmayan istəmişdi. Ölkənin ən böyük gətirmə konusuları yaradan çaylardır. Gətirmə konusu nədir? Sizə qaranlıq qalmasın. Gətirmə konusu dağ çayının, dağla düzənin arası var. Bax, o hissə deməkdir. Yəni çay dağdan gəlir, dağın düzənə qovuşduğu hissə var. Baxın, bu şəkildə. Bax, bu hissə bizdə gətirmə konusudur. Ümumiyyətlə ölkəmizdə gətirmə konusu 3 ərazidə daha çox yayılıb. Deyirəm, yadda saxlayın, qeyd edin, yadda saxlayın. Demək, Qanıq, Əyirçay 1, 2 demək, Gəncə, Qazax düzüdür. Yadda saxlayın, ən önəmli. Bir də 3-də Şirvan düzüdür ki, bu ərazilərdə gətirmə konusları daha geniş yayılıb. Bu sualda həll edilmişə görə keçirik 26-cı sualın izahını davam edir. Xəritə sxeması əsasən uyğunluğu müəyyən edin. Bu Böyük Qafqazın şimal-şərqli bayaqki ərazidir. Münbit dağ qara torpaqlar Şamaxı İsmaildir. Yəni demək bu hissədir. Baxın, burada xəritədə 2 olan dağlıq Şirvan Şamaxıdır, 4 Qobustan Abşerondur, 1 Qonaqkənd, 3 də Samur Dəvəci. Münbit dağ qaradsa bu 2 olacaq. İsmayıllı Şamaxı zonası. Palçıl vulkanları bizdə Qobustan Abşerondadır. Olacaq nə? 4. Daha sonra Xalta Mirabla bizdə Qubadadır. Quba olacaq 1. İntizam landşaft tiplərinə bölünür. Bayaqdakı Samur Dəvəcidir, Qanıq Əyirçaydır. Bir də ki, demək, Kür sahili Tuqay meşələridir ki, bunun səbəbi nə idi? Şirin yağışlar səthə çıxırdı və 3. Demək, belə yoxlaşdıq. 2, 4, 1, 3. 2, 4, 1, 3 də C variantı var. Demək, 26-cı sualda doğru cavab olur. Nə? C variantı. Bu sualı təhlil edilmişə görə keçirik 27-ci sualın izahını davam edir. Deyir ki, Samur Dəvəci və Qobustan Abşeronla bağlı. Xarici ölkəyə, demək, deyir ki, nədir? Çıxışı yoxdur. Bu aiddir Qobustan Abşeron. Samur Dəvəci Rusiyaya çıxışı var. İnternasional landşaftı Samur Dəvəci. Antropogen deyilənə təsir, demək, böyükdür. Böyüksə bu hər ikisində var. 3. Tektonik çökmə zonasında yerləşir. Çökmə Samur Dəvəci çökməsi. Yəni ovalıq çökmə deməkdir. Ona görə demək olacaq 4-1-ə. Sonra abrazion relief formaları var. Abrazion nə idi? Dalğan fəaliyyəti. Hər ikisi Xəzərin sahilində olduğu üçün dalğan fəaliyyəti ortaqdır. 5 də ortaq götürəcəm. Dendroz şəbəkəsi dağlıq ərazidə, yəni yayla, alçaq dağ hissələrdə olur. Bunu da götürəcəm nəyə? 2-yə. Demək, 1-ə 2, 4, 2-yə 1, 6, 3-ə isə 3, 5. Doğru cavab nədir? D variantı. Bu sualı təhlil edilmişə görə keçirik növbəti 28-ci sualın izahından davam edir. Deyir ki, Paleozoy, Mezozoy və Kaynozoy yaşlı suxurların yayıldığı fiziki rayonları müvafiq olaraq ardıcıl. Paleozoy ən qədim suxurlardır. Ölkədə 2 ərazi var. Tovuzda Əsirçay, Zəyamçay hövzəsidir. Bir də Naxçıvanda Dərə-Ləyəzən sədərək qalxmasıdır. Ona görə də bizdə nə olacaq? Məsələn, demək,
Abşeron var, çıxıram. Sonra Zaqatala, Laxıç, məsəl üçün, Gəncə. Zaqatala, Laçda yoxdur, çıxıram. Baxın. Dedik ki, hardadır? Naxçıvan və demək Tovuz ərazisindədir. Günnüt Qapıcıq. Sonra Mezozoy bizə dedik ki, Rəsandıq Naxçıvandadır. Daha sonra dedik ki, Yura Böyük Çikaqanın yüksək dağlıdır. Təbaşdə Böyük Çikaqanın orta dağlıdır. Dedə Küraz verib Mezozoy. Mezozoy Kürazda yoxdur. Ona görə dedəsə doğru cavab oldu. A variantı. Günnüt Qapıcıqda Paleozoydur. Mezozoy Zaqatallasdadır. Kaynozoy isə Samur Dəvəçdir. Doğru cavab oldu. A variantı. Kaynozoy da döngüsel çökmə sulardır. Yadda saxlayın. İndi gəldik Paleozoya. Paleozoy bizdə yenə dedik Gəncə və yaxud da Zaqatala, üzr istəyirəm. Demək Gəncə və yaxud da Günnüt Qapıcıq ola bilər. Ona görə Zaqatala sildim. Qazax Qarabağ sildim. Sonra Təbaşir. Təbaşir dedik ki, hardadır? Böyük və Kiçik Qafqazın orta dağıdır. Adı Talış var. Ana atıram gedir. Daha sonra Gedə Qobustan Abşeron verilib. Qobustan Abşeronda dedik ki, Neogendir. Qismən Paleogen. Bu da səhvdir. Cavab əslində çıxdı. Demək Paleozoy, yəni Əsirçay, Zəyəmcək, Gəncə fiziki coğrafi rayonunda, Qonaq kənd Təbaşir dövrünün çöküntüsü var. Neogen də Acnohor cərəyanıdır. 29 da oldu nə? B variantı. Bu sualı təhlilimize göre keçirik 30-cu sualın izahından davam edelim. Sualı bir uzun görüp qorxmayın, əslində çox asan həlli var. Bir Qusar maarifçəninin adı olan düzgün sıranı müəyyən edin. Qusar maarifçənində yağıntıları bərabər paylanan mülayim isti iqlimdir. Belə deyək, yağıntısı 600 mm-ə qədər dəyişir. Qonur dağ meşə torpaqları var, alçaq dağlıqdır və neogen yaşıl çuxurlar üstünü təşkil edir. Mən bunu sizə dedim, yadımda qaldı. Amma tutaq ki, deyirsiniz, müəllim, imtahan üçün biz bunu necə təhlil eləyək? Bunun asan yolu nədir? Yarımsəhra və quru çöl iqlimində heç vaxt 400 mm yağıntı olmaz. Məsələn, düşünün ki, çox yağıb. Qara torpaqlar 1-ə yaxın olmalı. Yəni 400 mm burada düz deyil. Ona görə bu səhvdir. Daha sonra yay quraqdan soyuq. Yay quraqdan soyuq ancaq Naxçıvandadır. Yadınızda saxlayın. Ölkənin başqa bir heç bir yerində yoxdur. Demək 4 də səhvdir. Daha sonra yay quraqdan mülayim isti iqlim bizdə Lənkəranda var. Lənkəran ovalığında ən geniş yay və ən rütubətli yerdir orada 1400-dən başlayır yağıntılar və ən rütubətli yerdir. Sonra Böyük və Kiçik Qafqazın cənub-şərq hissəsinə düşür. Üstəgəl də burada boz qonur 800 olmaz. Boz kiçik ərazidir. Məsələn, Küraz ovalındadır. Yarımsəhra iqlimində yəni 800 yağıntı olmaz. Bu da səhvdir. Sonra dağ şabalıdırsa rütubət çox olmalıdır. Burada verib nə 200. Rütubət burada 800-900 olmalıdır ki, bu da səhvdir. Doğru cavab qalır 2. 2 də hardadır? A variantındadır. Demək, alçaq dağlı meşə landşaftı, neogen, yağıntılar bərabər paylanan mülayim isti iqlim, qonur dağ meşə 600. Doğru cavab olur nə 2, yəni A variantı. Bu oldu. Bu fiziki coğrafi araşdırmanın demək part 1-idir. Bunları hissə-hissə sizin üçün paylaşacağam ki, sizə rahat olsun. Çalışın, aktiv olun. Bəyənsəz bəyənmə tuşuna, yəni istəsəz rədd yaza bilərsiniz ki, daha çox motivasiyalanın və bütün burada 300 nə qədərsə sualdır. Hamısını sizlər üçün imtahana qədər çatdıraq. Bugünlük bu qədər. Gəlin dərsimizdə görüşənədək hələlik sağ olun.